Hamiləlik zamanı bəzi qadınlarda xəstəliklər və yaxud da ki, qəbul edilən dərmanların nəticəsində yeni doğulmuşlarda bəzi vəziyyətlər yarana bilər. Əslində burada iki vəziyyət bizi maraqlandırır: şəkərli diabet və qadında hipotireoz. Əgər qadında hamiləlik dövründə şəkərli diabet varsa, biz nə gözləyirik? Həmin bu uşağı biz şəkərli ana uşağı kimi izləyirik. Biz burada nə gözləyirik? Hipoqlikemiya. Niyə görə? Ana bətnində artıq bu döl yüksək şəkərə alışıb. Doğulandan sonra insulin yüksək qalır, şəkər düşür. Bu uşaqlarda hipoqlikemiya yarana bilər. İkincisi nə ola bilər? Makrosamiya, yəni iri döl doğulur. Üçüncüsü tənəffüs pozğunluğu yarana bilər. Çünki ağciyər yetişə bilmir. Dördüncüsü sarılığın uzun müddət qalmağı ola bilər. Bu kimi problemlər yarana bilər. Ona görə şəkərli diabetdən doğulan körpələri dərhal doğulandan sonra şəkərli yoxlanılır və izləməyə götürürlər. İkinci vəziyyət bizi nə vaxt narahat edir? Əgər ana hipotireozdur, uzun müddətli L-tiroksin içir. Əslində əgər qadın düzgün doza qəbul edirsə, bu uşağa riski minimaldır. Nə vaxt risk ola bilər? Birincisi, əgər anada autoimmun tiroidit var, əgər anticismlər çox yüksəkdir. Üçüncüsü də ananın hipotireozun nəzarət olunmamasıdır. Bu üç halda dölün riski artır. Əgər bu risk varsa, skrining, TSH skriningi doğulan kimi aparılır, bu mütləqdir. Monitorinq aparılır, bu mütləqdir və izlənilir.